Bismillah, velhamdülillah, və salatu və salamu alə rasulillahi əmmə ba'd. Son keçdiyim dərs ilə əlaqəli, yəni bidətçini bidətçi görməyənin, özü də bidətçidir qaydasının izahı. Bu dərs ilə əlaqəli bəzi qardaşlar tərəfindən müəyyən suallar ünvanlanıb və həmin suallar içərisində hətta müəyyən iradlar da var. Və bu iradların xülasəsi budur ki, bu dərsdən bu məna çıxır ki, gərək biz təkfir əhlinə bidətçi deməyək və ya onlara bizim bidətçi deməyimiz xəta imiş. Və ya bu dərsdən o məna çıxır ki, sələfi birisi heç vaxt bidətçi ola bilməz. Bu iradların cavabı budur ki, təbii ki, bu deyilən və iddia edilən şeylər xətalı şeylərdir. Və bu dərsdən bu mənalar da çıxmır. Kim bu dərsdən bu mənaları çıxarıbsa, dərsdən bunu başa düşübsə, ya o insan cahildir, yəni onun dini, ilmi, şəri savadı yoxdur, ya ola bilsin, insan ümumiyyətlə dərsi axıracan, tam, dəqiq dinləməyib, ya da ola bilsin, insan müəyyən məsələlərə görə mütasibdir, təəssübkeşdir və o səbəbdən bu sözü deyib, bu iddianı ortaya atıb. Birincisi, demək ki, sələfi birisi heç vaxt bidətçi ola bilməz və ya o dərsdən bunu bu cür başa düşmək, bu gülməli şeydir və sələfin mənhəcinə də müxalifdir. Yəni, necə sələfi birisi bidətçi ola bilməz ki, hətta sələfi kafir belə ola bilər. Yəni, məsələn, insan bugün sələfidir, sabah oldu ateist və dindən çıxdı. Və bugün sələfidir, sabah oldu nurçu, bidətçi. Yəni, necə sələfi birisi bidətçi ola bilməz? Hətta sələfi kafir belə ola bilər. Yəni, bir insan bugün sələfidirsə, bu o mənaya gəlir ki, o ömrünün axırınacan sələfi qalacaq və ya sələfi qalmalıdır. Təbii ki, yox. Yenə deyirəm, bu gülməli sözdür və sələfin mənhəcinə müxalifdir və azacıq şəri savadı olan adam nə bu sözü dilə gətirər, nə də başqası barəsində belə bir şeyi iddia edər. Və mən həmçinin o dərsdə ümumiyyətlə sələfi birisi bidətçi ola bilməz, belə bir söz deməmişəm. Nə belə bir söz demişəm, nə də buna yaxın mənada hər hansı bir söz ifadə etmişəm. Qətiyyən. Həmçinin o dərsin mövzusu ümumiyyətlə bu olmayıb. Çünki ümumiyyətlə bu heç mövzu da deyil. O dərsin mövzusu bidətçinin, bidətçi görməyənin özü də bidətçidir, qaydası necə başa düşülməli və necə tətbiq edilməlidir. O dərsin mövzusu bu olub. Bu birincisi. Və ikincisi, verilən suallar içərisində belə bir sual verilir ki, bu qayda və ya bu qaydaya verilən şərh və izah hardan götürülüb? Bu sualın da cavabı budur ki, ümumiyyətlə bu qayda demək olar ki, bütün alimlərin dilə gətirdiyi, iqrar etdikləri bir məsələdir. Yəni, şəxsən mən bu qaydanın bu cür başa düşülməsi və tətbiq edilməsi məsələsində alimlər arasında bir ixtilaf bilmirəm. Yəni, bu qaydanı alimlər bu cür izah ediblər. Alimlər bu qaydanı bu cür başa düşüblər və bu cür tətbiq ediblər. Və soruşulsa ki, hansı alimlər, məsələn, bu qayda barəsində danışan alimlərdən Şeyx Albani, həmçinin Şeyx İbn Hüseymin, rahiməhumullah, Şeyx Abbad, Şeyx Salih Əl-Fovzan, Şeyx Salih Əs-Süheymi, Şeyx Racihi və qeyrləri. Yəni, adlarını çəkdiyim
və ola bilsin bəziləri unutmuşam. Bütün bu alimlər hamısı bu qaydanı bu cür izah ediblər və bu qaydaya bu şərhi veriblər. Yəni bu deyilən söz, o qaydanın izahı sələfi alimlərin dedikləri sözlərdir. Vəssalam. İxlasla.com saytı tərəfindən təqdim olundu.